Döktürmüş olsun. Onun nəsə bir fəsadı var, isti kofe və yaxud kofenin özünün. İsti deməyək, ümumiyyətlə kofe deyək. Kofenin müəyyən zərərləri də var, kofenin müəyyən qədər faydaları da var. Zərərləri haqqında danışsaq, mədə xoralarında, 12 barmaq bağırsaq xoralarında mədə turşuluğunu artırma qabiliyyəti var deyək. Bu tərəfdən bir zərərləri var. Amma faydalı tərəfləri də var. Biz kofe içməkdən danışanda şəkərsiz kofedən danışmalıyıq ki, faydası haqqında danışsaq. Çünki şəkərlə içəndə zərəri daha çox olur. Şəkərsiz kofe ilk növbədə qaraciyər piylənməsinin müalicəsində birinci tövsiyə olunan qidalardan biridir. Antioksidan təsir göstərdiyi üçün günə 2 fincan acı qara kofenin içilməsi qaraciyər piylənməsinin müalicəsində əsas rollardan biridir, əsas rol sahiblərindən biridir. İkinci bir məsələ qəbizliyin müalicəsində. Əksər pasiyentlərimizdə biz müşahidə eləmişik ki, kofe içmək qəbizliyin aradan götürülməsinə çox faydası var. O baxımdan aşırı dərəcədə yox, günə dediyimiz kimi tövsiyə olunan, günə belə də fincanla götürsə 2 fincan acı, şəkərsiz, acı deməyək, şəkərsiz qara kofenin içilməsi tövsiyə olunur. Həm qaraciyər piylənməsi tərəfindən, həm qəbizliyin aradan götürülməsi baxımından faydaları var.